Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini, müğənni Canana kimi tanınan Aynur Həmidovanın səhhətində ciddi problem yaranıb. Sfera Azın Yeni Sabaha istinadən verdiyi məlumata görə o Günə Uğurla proqramında onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. Canananın efirdə səsləndirdiyi sözlər hər kəsi kövrəldib. O bildirib ki, bir müddət əvvəl artıq ağır bir əməliyyat keçirib, lakin mübarizə bununla bitməyib. Müğənninin sözlərinə əsasən bugün yenidən cərrahi müdaxilə olunacaq, bu isə xəstəliyin nə qədər ciddi və çətin mərhələdə olduğunu göstərir. Bir zamanlar daha çox şəxsi həyatı ilə gündəmə gələn Canana indi həyatının ən ağır sınaqlarından biri ilə üz-üzədir. O, Mətanət İskəndərlinin oğlu Kərimlə evli olub. Onların münasibəti uzun müddət medianın diqqət mərkəzində qalmış, nikahları isə səs-küylü şəkildə başa çatmışdı. Bu evlilikdən 3 övlad dünyaya gəlib. Hazırda Kərim ikinci dəfə ailə qurub. Bütün şəxsi qalmaqallara, ayrılıqlara və çətinliklərə baxmayaraq insan sağlamlıq problemi ilə qarşılaşanda bütün keçmiş hadisələr arxa plana keçir. Ən önəmli məsələ həyatın özü və yaşamaq uğrunda mübarizə olur. 3 övlad anası olan bir qadının belə ağır xəstəliklə savaşması həm psixoloji, həm də fiziki baxımdan son dərəcə çətindir. Onkoloji xəstəlik təkcə bədəni deyil, insanın ruhunu da sınağa çəkir. Xüsusilə də ana olan bir qadın üçün bu mübarizə daha ağırlıdır. Övladlarının gələcəyini düşünmək, onların yanında olmaq arzusu insanı ayaqda saxlayan ən böyük gücə çevrilir. Bu hadisə bir daha göstərir ki, həyat heç kəs üçün asan deyil. Dünən şou-biznes qalmaqalları ilə müzakirə olunan insanlar bugün səssiz sedasız ağır xəstəliklərlə savaşır. Bəlkə də belə məqamlarda cəmiyyət olaraq daha anlayışlı, daha mərhəmətli olmağa ehtiyac var. Sizcə, şəxsi həyat qalmaqalları ilə gündəmə gəlmiş bir insanın belə çətin vəziyyətdə cəmiyyət tərəfindən daha çox dəstək görməsi vacibdirmi? Ümumiyyətlə, biz xəstəliklə mübarizə aparan tanınmış şəxslərə kifayət qədər həssas yanaşırıqmı? Fikirlərinizi bölüşün.